mexaniki vibrasiya və şok. İnsanların iştirakı ilə keçirilən sınaqların və eksperimentlərin təhlükəsizlik aspektlərinə dair təlimat. Birinci hissə. Bütün bədənin mexaniki şokun təsirinə məruz qalması. Standartın tətbiq sahəsinə aiddir. Standartın bu hissəsində insan subyektinin mexaniki vibrasiyaya və təkrarlanan şoka məruz qaldığı laboratoriya mühitlərində avadanlıqların konstruksiyası, sınaq və eksperimentlərin aparılması zamanı təhlükəsizlik aspektləri üzrə təlimatlar təqdim edilir. Standartın əhəmiyyəti. Standartın əhəmiyyəti ondan ibarətdir ki, insan sağlamlığının qorunmasını ön plana çəkərək, mexaniki vibrasiya və təkrarlanan şokla bağlı eksperimentlərin və ya sınaqların daha təhlükəsiz və nəzarətli şəkildə aparılmasını təmin edir. Standart istifadəçiyə risklərin təsirinin azaldılmasına və beynəlxalq tələblərə uyğun təhlükəsiz yanaşmanın formalaşdırılmasına şərait yaradır. Standart Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul edilib. Hörmətli işə götürənlər, əməyin mühafizəsi ilə bağlı standartların tətbiqi, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına xidmət edir. Fəaliyyətinizi bu standartların tələblərinə uyğun qurmağınız tövsiyə olunur.